Bir var idi, bir yox idi. Səlim adında şən və çox maraqlı bir oğlan var idi. Səlimin 6 yaşı vardı və o, bu yay tətilimi şəhərdən uzaqda, meşənin lap yaxınlığında yerləşən kiçik və sakit bir kənddə nənəsi və babası ilə birlikdə keçirəcəkdi. Hər tərəf yamyaşıl idi. Otların və çiçəklərin qoxusu gəlirdi. Nənəsi Rəfiqə və babası İsmail onu isti qucaqla qarşıladılar. Onların kənd evi böyük bir bağın içində idi. Bağın sonu isə qalın meşə ilə birləşirdi. Bir səhər nənəsinə bağda kömək edib işini bitirdikdən sonra Səlimin canı darıxdı. Babası balıq tutmaq üçün çaya getmişdi. O, çəpərin yanına yaxınlaşdı və meşəyə aparan dar bir cığır gördü. "Çox az gedib qayıdaram," deyə Səlim öz-özünə pıçıldadı. O cəsarətlə meşəyə tərəf addımladı. Günəş şüaları ağacların arasından süzülür, yerə qızılı ləkələr salırdı. Quşların cəhcəhi eşidilirdi. Hava sərin və təzə idi. Birdən Səlimin gözü yerdə parlayan bir şeyə sataşdı. Əyilib baxanda gördü ki, bu kiçik, yumru, açıq mavi bir daşdı. Daşın içində isə sanki balaca ulduzlar yanıb sönürdü. Elə bu vaxt yaxınlıqdakı ağac kötüyünün üstündə balaca bir dələ göründü. Dələ narahat idi. Baxışlarını gah Səlimə, gah da daşın üstünə dikirdi. Səlim dərhal başa düşdü ki, bu daş yəqin dələyə aiddi. O diz çöküb daşı yerə qoydu və dedi, "Bunu sən itirmisən, mən sənə qaytarıram." Dələ yavaşca yaxınlaşıb pəncəsi ilə daşa toxundu. "Elə bil, bəli, bu mənimdir," demək istəyirdi. Sonra Səlimin gözlərinin içinə baxdı. Sanki təşəkkür edirdi. Birdən ağacın üstünə hoppandı. Amma birazdan oradan bir qoz atdı. Qoz Səlimin ayaqlarının dibinə düşdü. Bu, dələnin təşəkkür hədiyyəsi idi. Səlim gülümsədi. O, daşı yerində qoydu, amma qozu götürüb evə qayıtdı ki, nənəsi narahat olmasın. Axşam o, babasına və nənəsinə başına gələnləri danışdı. Nənəsi gülümsəyib dedi, "Görürsənmi Səlim, yaxşılıq edən insan həmişə təbiətdən yaxşılıq görür." Səlim həmin mavi daşı və dələni heç vaxt unutmadı. Bilirdi ki, meşədə tapdığı ən böyük sir dostluq idi və bəzən həqiqi dostluq ən gözlənilməz yerdə tapılır.